İlk öncə biz sizə keçən dəfə tapşırdığımız şagird davranışının idarə olunması bölməsi üzrə 40 test, bir də sondakı situasiya tipli inteqrativ testlərdən olan 25 testin səhvlərinə biz baxacağıq ki, hansı suallarda səhv eləmişsiniz, onları izah eləməyə çalışacağıq. Ekran paylaşımı edirəm. Ekran görünürmü? Hələ ki, xeyr. Hə, indi göründü. Aha. O zaman başladıq. Başladıq, kimin nədə səhvi varsa deyə bilər. Yəni, üçüncü testdə bir dənə zəhmət olmasa baxa bilərik. Üçüncü test. Tamam, baxırıq. Deməli, məsələ belədir. Tənəffüs zamanı iki şagird bir-birini itələmək və hətta vurmaqla nəticələnən münaqişə yaşayırlar. Müəllimin müdaxiləsinə və intizam tədbirlərinə baxmayaraq, aqressiv davranışlar artmaqda davam etdiyindən, müəllim hər iki şagird ilə fərdi söhbət aparır. Aydın olur ki, onların hər biri sinifdə hörmət, nüfuz sahibi olmaq üçün güclərini bir-birinə göstərməyə, özlərini sinifdə sübut etməyə çalışırlar. Sosial insan modelinə əsasən doğru fikirləri müəyyən edin. 1. Şagirdlərin davranışından onların özlərini bacarıqlı hiss etmələrinə ehtiyacları olduqlarını görmək olur. Bu doğrudur. Çünki biz sizə demişik, o modeldə qeyd olunur, məqsəd səhvdir. Deyək ki, onun məqsədi özünü sübut eləməkdir. Bunun üçün gücdən istifadə edir. Bir doğru fikirdir. 2. Şagirdlərin davranışlarını müsbətə doğru dəyişdirmək üçün, onlarda daxili nəzarəti inkişaf etdirmək üçün səhvlərindən nəticə çıxartmağa yönəltmək olar. Bu da doğru yanaşmadır. Amma hər ehtimala qarşı 3 və 4-də də biz baxmalıyıq. 3. Şagirdlərin güc ehtiyacını tənzimləmək üçün onların müsbət davranışlarına istinad edib doğru tərif verərək problemi aradan qaldırmaq mümkündür. Yəni, biz bilirik ki, bu məsələ təriflə həll olunmur da, yəni 3 uyğun deyil. 4. Şagirdin davranışlarına qarşı diqqəti minimuma endirərək xeyr, yəni bu davranışlara belə deyim də, bəzi davranışlara diqqəti minimuma endirmək olar. Amma burada artıq ciddi məsələdir. Çünki bir-birini itələyirlər, aqressiv davranış var. Bunu görməzdən gəlmək olmaz, diqqəti azalda bilmərik. Ona görə 1 və 2-ci bənddə olan fikirlər daha münasibdir bu problemi aradan qaldırmaq üçün. Ona görə cavab burada olacaq A bəndi, 1 və 2. Yəni, birdən siz deyə bilərsiniz ki, müəllim, bəs biz həmişə diqqəti minimuma endirməsək olar. Xeyr, bəzi situasiyalar var ki, məsələn, müəllim görür ki, bu böyük bir problem yaratmır bu dəqiqə, aqressiv yanaşma deyil və müəllim onun üçün diqqəti minimuma endirir və diqqəti başqa şeyə yönəldə bilər, onun öz inkişafına yönəldə bilər. Amma buradakı məsələ o məsələlərdən deyil. Çünki iki şagird arasında problem var, aqressiv danışıqlar artır, iki şagirdlə fərdi söhbət aparır, yəni bir-birinə qarşı çox sərtdirlər. Ona görə də bunu göz ardı eləmək böyük bir problemə gətirib çıxara bilər. Həm də bu təhlükəsizlik problemi yarada bilər, təhlükənin olmasını yarada bilər. Biz bilirik ki, şagird təhlükəsizliyini qorumaq müəllimin vəzifəsidir. Yəni, bu məsələdə onu minimuma endirmək mümkün deyil. Müəllim daha çox diqqətli olmalıdır ki, təhlükəli vəziyyət yaranmasın. Cavab burada A bəndidir, 1 və 2. Çox sağ ol müəllim. Elə 4-cü məni çaşdırmışdı. Sonra bir də 26. 26. Əslində burada variant 26-ya qədər səhviniz olmayıb, yaxşıdır bu. 26-ya qədər olmuyor. Amma biraz nisbətən o birisi zamanında qəliz gəldi bu mövzu mənə. Qəliz deyəndə müəllimə bu mövzunun hissələri var. Yəni siz həmin ədəbiyyatda onu oxumusunuz, düzdür, videoda çəkib yerləşdirmişəm. Amma o hissələrə baxmaq lazımdır. O hissələrə baxmaq lazımdır. Çünki bir dəfə ki, o hissəni oxusanız, görsəniz, burada yanaşmanı bilərsiniz nədən ibarətdir. Yəni bu bölmənin yanaşması biraz fərqlidir. O biraz mürəkkəb görünə bilər. 26-ya gəlirik. 25, bu da 26. Aha.
Müəllim sinifdə bəzi şagirdləri çətin tapşırıqlar üzərində yorulmadan çalışdıqları üçün təqdir edir. Sosial öyrənmə nəzəriyyəsinə görə müəllimin addımı bu prosesi müşahidə edən digər şagirdlərin davranışına necə təsir edər? İlk öncə mən sizə onu deyim ki, biz Albert Banduranın sosial öyrənmə nəzəriyyəsini biz keçən dəfə keçdik və biz dedik ki, insan çox şeyi həyatdan öyrənir. Yəni, kitabda yazılmasa da, proqramda olmasa da, insan bəzən elə şeylər öyrənə bilir həyatdan, ətrafındakılardan ki, onu məktəb özü bir proqrama daxil edib öyrətməyə bilər. Bunlardan biri də bu sosial, emosional vəziyyətdir. Məsələn, şagird ətrafında görür ki, bu iki nəfər hansısa bir işlə məşğuldur, onun nəticəsi çox müsbət olur, həmin şagirdlər hörmətli olurlar və fikirləşir ki, bəli, bu yaxşı hərəkətdir, mən də bunu edə bilərəm. Və ya əksinə, hansısa hərəkət onların gizli nəsə eləmələrinə səbəb olursa, sən fikirlərsən, bu hərəkət düz hərəkət deyil, yaxşı hərəkət deyil və mən bu hərəkəti bəyənmirəm. Deməli, ətrafındakı insanların davranışların nəticəsi sizi də onu seçməyə və ya seçməməyə təhrik edə bilir. Burada isə biz görürük ki, bəzi şagirdlər yorulmadan çalışır, müəllim onların çalışmaqlarını təqdir edir. Bu hansı ki, Karol Dweck də deyir ki, çalışqanlığı təqdir edə bilərsiniz. Amma ağlı yox, intellekti yox. Burada da müəllim düzgün edir, çalışqanlığı təqdir edir. Və bu nə yaradırsa, digər şagirdləri də həmin çalışqanlığı eləməyə motivasiya eləyəcək, stimullaşdıracaq ki, siz də çalışqan olun. Ona görə burada düzgün bənd B bəndindədir. Müşahidə edən şagirdlər həvəslənəcək və tapşırıqları yerinə yetirmək üçün cəhd edəcəklər. Yəni, B-dən başqa bənd ola bilməz, amma siz hansı bəndi yazmışdınız? Bu variantında gördüm elə oxşarda. Orada da çətin işlənmişdi deyə çətin sözü. Çətin tapşırıqlar üzərində yorulmadan çalışırlar. Mən də ona görə Siz Y bəndini yazmışsınız, eləmi? əslində hə yeni yazdım, sonra B gördüm cavabdı. Baxdım ki, B də uyğundur. Yəni də fikirləşdim Y niyə olmasın ki? Çünki orada da çətin tapşırıq vurğulayır. Yox, müəllimə, Y biraz fərqlidir. Y-də əsas diqqəti nəyə yönəldin? Bir müşahidə edən şagirdlər çətin tapşırıqların vacib olduğunu düşünərək. Axı, burada müəllim vaciblikdən danışmır. Yəni, burada bəyan var ki, müəllim uşaqlara desin ki, sizin üçün vacib tapşırıqlardır, bu çətin tapşırıq. Axı, o temadan söhbət getmir. Yəni, burada əsas diqqət daha çətin tapşırıqların reklamı deyil. Burada əsas diqqət çalışqanlığın reklamıdır. Bu cür başa düşək biz. Ona görə də Y bəndi uyğun gəlmir. Y bəndi, yəni bizim bu situasiya ilə bağlı mütləq doğru bənd deyil. Yəni Y bəndi, biz nə demişik sizə, testlərin bir qızılı qaydası var da, testin şərtində nə görürüksə, qərarı ona görə verməliyik. Orada olmayan nəyəsə görə, yəni qərar verə bilmərik. Bu şərtdə də mahiyyət belə çıxmır ki, müəllim çətin tapşırıqları yəni təqdim edir, onu stimullaşdırır ki, siz də çətin tapşırıqlar edin. Yox. Müəllim sadəcə deyir ki, çalışqanlıq lazımdır. Çalışqanlığı təqdir edir. Yorulmadan çalışmağı təqdir edir. Ona görə Y bəndi uyğun gəlmir. Aydındır 26. Bəli, müəllim, aydındır. Çox sağ olun. 28-də. 28. 28 yenə Albert Banduranın nəzəriyyəsi haqqındadır. Deyir ki, aşağıdakı fəaliyyətlərdən hansı Banduranın sosial öyrənmə nəzəriyyəsinə aid deyil? A bəndi. Dərs ilinin əvvəlində şagirdlər üçün diqqəti müəllimin geyiminə, görünüşünə və hərəkətlərinə yönəldir. Ola bilər, yəni biz nəinki təkcə müəllimin, yəni nümunə ola biləcək hər şeyə diqqət yönəldirik ki, bu ən yaxşı nümunə budur. Və biz bilirik ki, tərbiyəçinin şəxsi nümunəsi də müəllimin fəaliyyətlərindən biridir. Hətta bunun vəzifəsidir ki, müəllim yaxşı nümunə olmalıdır. A bəndi uyğundur, B bəndi. Şagird sinif yoldaşının topa necə zərbə vurduğunu diqqətlə müşahidə edir ki, öyrəndiyini yaxşı yadda saxlasın. Bu da Bandura nəzəriyyəsinin elementləridir. Diqqət eləmək, yadda saxlamaq bu elementi və bir də motivasiya var burada. B bəndi də düzgündür. C bəndi. Şagird müəllimi dəfələrlə bitkilərə qulluq etdiyini müşahidə edir və səhərlər dərsə gəldikdə bitkilərə qulluq edir. Bu da düzgündür. Zaten Bandura da bunu deyir ki, yaxşı hərəkəti müşahidə edin
Yadda saxlayın və onu yerinə yetirin. C bəndi də A, B, C hələ ki uyğundur. Gəldik D-yə. Müəllimin sinifdəki şagirdlərdən birinin il ərzində sinif yoldaşlarına qarşı qarğıkeş olduğu üçün mükafatlandırması digər şagirdlərin davranışına müsbət təsir edir. Yəni, bu qayğıkeşliyi reklam edir, qayğıkeşliyi yaxşı davranış kimi təqdim edir. D bəndi də uyğundur. Gəldik sonuncu Y bəndinə. Şagird mövcud davranışın dəyişməsi üçün məntiqi nəticələrlə üzləşdirilir və nəticədə məsuliyyət hissi artırılır. Xeyr. Baxın, Y bəndi yaxşı fikir ola bilər. Biz Y bəndini sinifdə təqdim edə bilərik, amma bu Banduranın nəzəriyyəsi deyil. Banduranın nəzəriyyəsi odur ki, uşağın özü öz nəticəsi ilə üzləşdirilmir. Uşaq ətrafındakiləri müşahidə eləyir, onların nəticəsinə baxır və özü də onların davranışını özü üçün təyin edə bilir. Ona görə Y bəndi Albert Banduranın sosial öyrənmə nəzəriyyəsinə aid deyil. 28 aydındır. Bəli, mən orada əvvəl A-nı fikirləşmişdim. Sonra amma bir də nəzər yetirdim həmin o dərsə. Gördüm orada ki, yəni gözlə görünən görünüş, bunlar hamısı ona aiddir. Bəli, müşahidə əsaslı öyrənmə. Məsələn, burada Y bəndində ancaq özü ilə, yəni sosial öyrənmə nəzəriyyəsi özünü müşahidədən söhbət getmir də. Özünü müşahidə haqqında biz metakognitiv bacarıqlarda danışmışıq. Orada biz demişik ki, metakognitiv bacarıqları formalaşdırmaq istəyiriksə, 3 dənə element var burada. Biri özünü monitorinqdir, ikincisi emosional tənzimləmədir, üçüncüsü də özünü qiymətləndirmədir. Biz burada monitorinqin daxilinə nə demişdik? Özünün müşahidə, dostlarından rəy, özünün bacarığından agah olmaq və bu metakognitivə aiddir. Lakin biz sosial öyrənmədən danışırıqsa, sosial öyrənmədə özünün nəticəsi ilə qarşılaşdırmaqdan söhbət getmir. Başqasının hərəkətinə baxır, görür ki, nəticəsi yaxşıdır, öz də həmin hərəkəti seçə bilər. 28-dən başqa. Bir də müəllim sonda da 38. 38. Mən gördüyüm qədərilə sizin negativ gücləndirmədə, pozitiv gücləndirmədə problemimiz yoxdur. Yəni, operant şərtləmədə problemimiz yoxdur. Sizin mənə göstərdiyi səhvlərin çoxu sosial öyrənmə nəzəriyyəsindədir. Bəli, müəllim. Hə, nəhayət biraz tələsdim. 38-ci sual gücləndirmə haqqındadır. Eybi yoxdur, biz baxaq, narahat olmayın. Yazır ki, müsbət gücləndirmə deyəndə nə nəzərdə tutulur? Biz bilirik ki, mən sizə sxem təqdim eləmişəm keçən dəfə. Mən birinci nə yazdım? Yazdım, arzu olunan davranış, arzu olunmayan davranış. Sonra nə yazdım? Yazdım, arzu olunan davranışı qorumaq üçün gücləndiricilər var. Arzu olunmayan davranışı isə azaltmaq üçün gücləndiricilər var. Yəni, gücləndirmədən söhbət gedirsə, arzu olunmayan söhbətini biz götürməyəcəyik. Məsələn, burada A ilə B bəndi avtomatik qaldı qırağa. Çünki arzu olunmayan söhbəti biz haradasa götürürük cəzalandırmalara. Gəldik C, D, Y bəndinə. C bəndinə baxaq. Arzu olunan davranışı gücləndirmək üçün nəsə güzəşt edilir. Biz sizə demişik ki, güzəşt söhbəti mənfi gücləndirmənin açar sözüdür. Müsbət gücləndirmənin açar sözü yalnız əlavə ola bilər. C bəndi olmaz. D bəndinə gələr. Arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə edilir. Bəli, bu düppədüzdür. Arzu olunmayan davranışı əgər azaltmaqdan söhbət getsə, nəsə əlavə, biz onu götürəcəyik müsbət cəzalanma. Burada arzu olunan üçün əlavə edilir. O baxımdan, məsələn, biz bunu götürürük, belə deyim də, əlavə fəaliyyətdir, müsbət gücləndirmə gedəcək. Y bəndinə bir dənə də baxaq. Arzu olunan və arzu olmayan davranışı gücləndirmək üçün xeyr. Cavab burada D bəndidir müəllimə. Yəni, bizim sizə təqdim etdiyimiz o sxem ki var, arzu olunan davranış plus əlavə. Arzu olunan davranışla əlavə birlikdə gəlirsə, bu gedir müsbət gücləndirmə. Siz nə yazmışdınız buna? Mən burada elə bilirəm, elə mən mexaniki olaraq C götürmüşəm. Yəqin ki, sonrasında fikir verməmişəm. İndi siz deyirsiniz, baxıram ki, D deyil. Bəli. Məsələn, mən sizə o videodakı sxem təqdim eləmişəm.
Bu uzun illərin araşdırmasıdır. Yəni siz onu kitablarda bu gün görməyəcəksiniz. Onu arzu olunmayan kimi sxemləşdirmək, o sxemdən qorumaq və azaltmaq istiqamətini seçmək, sonra qorumaq üçün gücləndiricilər, azaltmaq üçün cəzalandırmalar. Bu sxemi həmişə yadda saxlasaq, sizin bu mövzuda probleminiz olmayacaq. Aynur müəllimə, siz videoya baxmışdınız Aynur müəllimə? Bəli, mən düzü 6-cı gündən sonra evdə olmamışam. Hə, Ona tamam, görə tamam. heç cür Çünki videoda bunlar izah olunub. Ümid edirəm ki, növbəti dərsimizə qədər bunu inşallah ki, aradan qaldırarsınız. inşallah. Rəqsəm müəllimə, hansı sualınız qaldı bu Mənim bölmədə? ikinci opsiya mövzudan 7-ci test. 7-ci Tamam. sual. Bizim o biri mövzumuz situasiyadır. Bu situasiya, demək bu 6-cı bölmədə biz nə keçmişiksə, onların hamısının qarışığından əmələ gəlib. İndi baxaq, 7. Bəli, müəllim. Uzun testi, eybi yoxdur. Summativ qiymətləndirmə zamanı müəllim şagirdlərin cavabları bir-birindən köçürdüyünü görür. Bununla bağlı onlara heç bir irad bildirməsə də, tapşırıqları yoxlayan zaman hər şagirdin balını aşağı yazır. Ballar şagirdlərə bildiriləndə şagirdlər arasında narazılıqlar yaranır. Onlar müəllimə düzgün qiymətləndirmə aparmadığını söyləyirlər. Müəllim onların summativ qiymətləndirmə zamanı köçürtmə halına yol verdiyini əsas gətirərək qiymətləndirmədə dəyişiklik etməyəcəyini deyir. Bax, görürsünüz, adi sinif situasiyasıdır. Biz özümüz də bu situasiyanı görmüşük, şagird olanda da görmüşük, bugün də müşahidə edə bilirik. Və nə soruşur? Soruşur ki, müəllimin hansı addım atması bu problemin yaşanmamasına səbəb olardı. Yəni, müəllim necə etsəydi daha doğru olardı. A bəndi. Müəllim köçürmə halını müəyyən edən kimi dərhal şagirdə xəbərdarlıq etməklə bir dəfə şans verə bilərdi. Əslində, biz sinifdə daha çox belə hallar görə bilirik, amma bu doğru yanaşma deyil. A bəndi, yəni beynəlxalq təcrübəyə əsasən düzgün yanaşma deyil. B bəndi. Müəllimin prosesdən əvvəl summativin keçirilməsi ilə bağlı qaydaları tərtib edib şagirdlərlə bölüşməsi lazım idi. Bax, B bəndi uyğun ola bilər. Niyə? Şagirdlər niyə narazıdırlar? Çünki şagirdlərin sanki axırda müəllim ki, bunu həyata keçirir, şagirdlər qayda pozulması olduğunu düşünür. Amma müəllim bu qaydanı öncədən desəydi ki, birdən kimsə sizdən köçürmə istəyər, siz köçürməyə şərait yaratsaq, biz hamının qiymətini azalda bilərik. Bu qayda kimi bunu desəydi. Qayda bilirsiniz də, gözləntilərin sərt formasıdır. Biz gözləntini veririk və gözləntiyə əməl olunmasa, şu qaydalar qoyuruq ki, sərtləşdirək ki, gözləntiyə əməl olunsun. Yəni, B bəndi daha uyğun bənddir ki, müəllim yaxşı olardı ki, qaydanı öncədən deyərdi, köçürməyə şərait yaradılsa, bütün sinifin qiyməti azala bilər. Əvvəlcədən şagirdlər bilsəydi, heç biri digərinə şərait yaratmazdır. Yəni, burada B bəndi daha uyğundur. Siz hansı bəndi yazmışdınız? Müəllim, mən A-nı yazmışdım. Çünki fikirləşmişdim ki, onsuz qayda qoyulandan sonra da uşaqlar köçürtmə halı baş verə bilir də, onsuz da. Yəni dedim, proses vaxtı narazılıq bildirər müəllim. Bəlkə o baxımdan yəni A-nı götürmüşəm. Müəllim, biz əslində bu məsələyə belə deyim də, məsələn, hər birimiz öz məktəbimiz baxımından baxırıq, öz şəraitimiz baxımından baxırıq. Bu çox yanlışdır. Ona görə ki, qiymətləndirmə zamanı xəbərdarlıq etmək bütün diqqəti yayılmasına səbəb ola bilir və imtahan prosesini poza bilir. Şans versəz, bu da mənfi nəticə ola bilər. Başqa bir uşaq da köçürəcək və deyəcək, mənə də o şansdan verin. Ona görə A variantı optimal və düzgün variant deyil. İdarə etməyə maneçilik törədən variantdır. Belə məqamlarda B bəndini. B bəndi burada biraz qəribə gələ bilər. Bu sadəcə onu belə başa düşək ki, qiymətləndirmədən öncə müəllim desəydi ki, bunu edərəm və sonra etsəydi problem olmazdı. Yəni şagirdlər etiraz eləməzdi. Yoxsa müəllim öncədən deməyib, birbaşa bütün sinifi cəzalandırır hardasa. Bu nə deməkdir? Etiraz yarada bilər. Yəni o yanaşma səhv ola bilərdi. Ona görə B bəndi daha məsləhətli və səmərəli bənddir. Məsələn, burada C bəndinə baxanda da
məsələn, dərsdən uzaqlaşdırmaq bilirsiniz ki, təsir icbaridir onlar üçün. Biz hətta ən pis halda şagirdə ən ciddi cəzanı da versək, nə bilim, onu məsələn, xüsusi şagird polisləri biz deyirik, onunla da hədələsək məsəl üçün, yenə gəlib sinifdə əyləşməlidir. Yəni, dərsdən uzaqlaşdırmaq müasir dövrdə effektiv variant deyil. C bəndi olmaz. B bəndi deyir, summativ şifahi formada. Axı, summativ şifahi aparmaq olmur. Qaydada var ki, summativ mütləq şəkildə tapşırıq vermək üsulu ilə həyata keçirilməlidir. Yəni, yenə diagnostik olsaydı müşahidə ola bilərdi. D bəndi ümumiyyətlə uyğun gəlmir. Y bəndinə baxanda da ümumiyyətlə valideynləri buna görə narahat eləmək müəllimin zəifliyidir və bunu yadda saxlayın. Biz valideyni nə üçün narahat edə bilərik? Birinci, valideyndən uşağı tanımaq üçün, yəni valideyndən məlumat alırıq ki, bu uşaq necədir? Onun üçün valideyndən biz kömək istəyə bilərik. İkinci bir halda, biz uşağa tapşırıq veririk, valideyndən kömək istəyirik ki, sən uşağa şərait yarat ki, evdə məsələn sakitçilik yarat, televizora əgər varsa yüksək xodla qoyma ki, uşaq dərs oxuya bilsin, bu mənada. Yoxsa sən gəl mənə kömək elə, uşaq dərsi pozur. Yəni, belə şikayətlər ümumiyyətlə təhsildə, kurikulumda yəni heç vaxt qəbul olunmur. Yəni, biz düzdür, bəzi hallarda rast gəlir bizə, valideyndən dəstək istəyir ki, sənin uşağın dərsi pozur, ona de ki, dərsi pozmasın. Yəni, belə şikayətlər dünyada yoxdur. Yəni, müəllim sinifin lideridir. Müəllim əgər gedib direktoru sinifə çağırırsa, məsəl üçün, xüsusi bir hal olmasa, tez-tez çağırırsa, məsəl üçün, bu müəllimin zəifliyini göstərir. Yəni, müəllim özü sinifin hakimidir, sinifin lideridir. Müəllim özü bütün bu qaydaları, davranışları elə şəkildə eləməlidir ki, qıraq bir şeyə ehtiyac olmasın. 7-ni başa düşdükmü, Rəqsana müəllimə? Bunu da çox sağ olun. 14. 14. On dördüncü suala gəlirik. Aha. Biraz açıq düşüb, amma oxumaq olar. Bir dəqiqə 13, 14, tamam. Bir dənə də aşağı düşək. Müəllimə, hansı test uzundur, bunda çətinlik çəkmişsə? Yəni oxudunuz çətinlik çəkdiniz, yoxsa bunun uzun olması sizdə biraz qorxu yaratdı, dırnaq arası? Necə oldu bunda? Yox, mən 3 dəfə hətta uzun testləri 2-3 dəfə oxuyuram ki, da yəni nəsə birdən qaranlıq qalan bir şey Bunu olsun. unutmayın ki, uzun testlər həmişə asan olur. Çünki cavabı tapmaq üçün daha çox şey verir bizə. Bizim bəzilərimiz uzun testin böyüklüyündən qorxuruq ki, o hövsələmi çatmır. Amma uzun testlər daha rahat tapılası testlərdir. Sadəcə biraz diqqətli olmaq lazımdır və hövsələli olmaq lazımdır. Gəldik 14-ə. Deyir ki, dərs zamanı müəllim şagirdlərə fərdi şəkildə problemli situasiya təqdim edir. Şagirdlər problemin xüsusiyyətlərini müəyyənləşdirməli, həll yollarını araşdırmalıdırlar. Bunun üçün müəllim onların hər birini ayrı-ayrılıqda lazımi resursla və internetlə çıxışla təmin edir. Müəllimin bu yanaşması hansı pedaqoji yanaşmaya ziddir? Deməli, fərdi şəkildə problem situasiya təqdim edir, şagirdlər problem xüsusiyyətini müəyyənləşdirməli, həll yolunu araşdırmalıdırlar. Bunun üçün müəllim onların hər birinə ayrı-ayrılıqda. Baxaq, indi burada nəyi müəllim yanlış edib? A bəndi. Müəllim şagirdlərin müstəqil şəkildə xəritələri oxumağı şərh etməyi simvola, işarələ, A bəndi deyil. Çünki burada axı xəritədən söhbət getmir. Yəni, bu uyğun gəlmir qismən. B bəndi. Müəllim şagirdin emosional olaraq inkişafını dəstəkləmək üçün müxtəlif fəaliyyətlər keçirir. Və burada yəni sosiallıqdan söhbət getmir axı. Bir-birinə ünsiyyətindən söhbət getmir. Ünsiyyətdən söhbət getmirsə, emosionallıq olmur burada. B bəndi deyil. C bəndi. Müəllim dərsləri öyrənməkdə çətinlik çəkən şagirdləri təlim nailiyyətləri yüksək olan şagirdlərlə əməkdaşlıq şəraitində fəaliyyətə cəlb edib onların inkişafını təmin edir. Bir dənə baxın burada. Bu ola bilər. Çünki burada fərdi iş müəllim tapşırır. Amma fərdi iş bilirsiniz ki, fərdi iş ümumiyyətlə müasir dövrdə az hallarda effektiv sayılır. Yəni, uşaq əgər introvert tipindədirsə, o fərdi işdə daha effektiv olacaq. Lakin əməkdaşlığı biz daha çox bizim üçün maraqlıdır. Əməkdaşlığı cəlb edə biliriksə, bu fərdi işdən söhbət getmir. Yəni, biz burada C bəndini ehtiyatda saxlayırıq. D bəndinə baxaq.
Müəllim dərsin sonuna doğru şagirdlərin təlim məqsədlərini nə dərəcədə yiyərləndikdən müəyyənləşdirmək üçün refleksiya fəaliyyəti aparır. Nəticədə şagirdlər hədəfə çatmadıqlarını, axı burada hədəfə çatmamaq söhbəti yoxdur. Yəni D bəndindən söhbət getmir. Y bəndi. Dərsin planlaşdırılması şagirdlərin potensial qabiliyyəti nəzərə alınmadan qurulur. Şagirdlər öyrənmə prosesinə cəlb olunmur. Nəticədə nailiyyət səviyyələri inkişaf etmir. Axı biz burada nailiyyəti inkişaf etmir söhbəti eləməmişik. Yəni burada heç nailiyyətdən söhbət getmir. Biz deməmişik alınmadı, yəni nəsə problem oldu. Bir dənə, yəni burada bir dənə yeganə olaraq situasiyaya uyğun bənd özünü C bəndində göstərir. Yəni burada səbəb odur ki, müəllim belə tapşırığı niyə axı fərdi şəkildə verir? Hələ onları qruplaşdıra bilərdi, cütlər şəkildə işlədə bilərdi. Zəif uşaqlar bilsiniz də, bu müstəqil öyrənmədirsə əgər, müstəqil öyrənmə o deməkdir ki, bütün şagirdlər müstəqil öyrənə bilməz. Müəllim bəzi zəif şagirdləri güclü şagirdlərin yanında əyləşdirməlidir ki, müstəqil şəkildə olmasa da, heç olmasa ondan dəstək şəraitində öyrənə bilsin. Scaffolding təmin olunsun, yəni nisbətən güclü şagird tərəfindən. O mənada, yəni C bəndi daha uyğun bənddir. Müəllim biləm ki, C bəndində nəzərdə tutulan qaydanı pozub burada. Bu biri bəndlər uyğun gəlmir. Aydındır mənim, çox sağ olun. Bir də 18 sonra 20-dən də sonra eləyə bilməmişəm, çatmadı. Tamam, gəldi 18-ə. Deməli, şagird bilir ki, partanın üstünü yazmaq olmaz. Görür ki, sinif yoldaşı partanın üstünü yazır, ona mane olmağa çalışır. Deyir ki, əgər sən partanın üstünü yazsan, bu başqalarına pis örnək olar. Şagirdin hərəkəti onun haqqında hansı məlumatı verir? Və görürsünüz, nə yaxşı formadır, nə yaxşı nümunədir, şagirdin məsuliyyətini göstərir, əla nümunədir. İndi baxaq ki, hansı bəndə uyğundur şagirdin bu hərəkəti? A bəndi. Şagirdin emosional intellekti yüksək inkişaf edib, müəllimə empatiya göstərir. Xeyr, bu müəllimdən söhbət getmir axı burada. Yəni, burada müəllimlə danışmır axı, nətər empatiya qura bilər? A deyil. B bəndi. Şagirdin məktəbin qoyduğu qaydanı pozmağın düzgün olmadığını anlayır və kiminsə bu qaydanı pozmasının kütləvi ala keçəcəyinə narahat olur. B bəndi ola bilər. Yəni, ehtiyatda saxlayırıq. C bəndinə baxar. Bəlkə bundan sonra daha yaxşı bənd oldu. Amma heç bir bənd tapa bilməsə, B-yə qayıdacaq. C bəndi. Şagird düşünür ki, qaydanı pozsalar onları cəzalandıra bilərlər. Burada axı biz belə danışaq da, biz pozitiv təhsil mühitindən danışırıqsa, cəzalanmanı hədəf seçməmişik. Cəzalanma hədəf deyilsə, uşaq niyə cəza düşünməlidir ki? Yəni, C bəndi bizim müasir sinifə aid deyil. D bəndi. Şagird sinif yoldaşdan cəzalanmasını istəmir. Və yenə də cəza söhbəti yoxdur. Y bəndi. Şagird nə vaxtsa özü partanı yazıb və ona bu qeydi bildiriblər. Çıxartdığı nəticə budur ki, qaydanı pozanları danlamaq olmaz. Bax, qaydanı pozanları danlamaq olmaza qədərki hissə nə gözəl hissə idi. Bir dənə bu qaydanı pozanları danlamaq olmaz fikri, yəni bununla düz düşmür. Axı bu haradasa danlayırdı onu, yəni mane olur ki, eləmə bunu, etmə yaxşı deyil. Bu, yəni yüngül formada töhmət vururdu ona. Y bəndinin birinci hissəsi düzgündür, sonu düzgün deyil. Ona görə biz qayıtdıq, öz fikrimizə B bəndini götürəcəyik. Yəni şagirdin normal sinifdə bu cür davranması yalnız B bəndinə uyğun olsa, müasir sinifdən söhbət gedir. Cavab B bəndidir. Çox sağ olun mənim. Mən burada D ilə Y arasında qalmışdım. Sonra baxmışdım ki, cavab B-dir. Ümumiyyətlə belə deyim də müəllim, baxın, kurikulum üzrə hazırlaşmayan, yəni söhbət hazırlığa getməkdən getmir. Kurikulum təlimatlarını bilən müəllimlər bilirlər ki, cəzalandırma söhbəti yoxdur. Məsələn, bir cəzalandırmanı bir dəfə harda çəkdik. Məsələn, bullyingdə də biz dedik ki, cəza vermək olmaz. Sadəcə bullying haqqında məlumat verin ki, bullyingi törədən bilsin, səhv edib. Cəzalandırsın, bu daha böyük aqressiya olacaq. Biz bir dənə operan şərtləmə nəzəriyyəsində cəzalandırma adını çəkdik. Onda da biz nə dedik sonunda? Biz dedik ki, şagirdə mükafat da, cəza da təklif oluna bilər. Yəni, uşaq bilsə ki, müəllim mənlə prinsip aparır, məni əzmək üçün cəza verir, o artıq behaviorizm deyil.
Yəni operant şərtlənmə deyil. Sadəcə müəllimlə şagird öz arasında sövdələşirlər hardasa bir məcazi mənada ki, müəllimlə uşaq arasında o qədər gözəl, o qədər şəffaf, o qədər ədalətli olur ki, şagird özü deyir ki, müəllim, mən bir də bunu eləməsəm, mənə bu cəzanı verərsiniz. Ondan sonra bir xeyli yerinə yetirir qaydanı, amma günlərin birində qaydanı pozanda şagird özü hardasa deyir ki, müəllim, axı biz sizlə şərt kəsmişdik ki, mən öz cəzamı almalıyam. Ya müəllim ona demir, mən sənə bu cəzanı verir, sonra cəza kimi də yanaşmır. Yəni söhbət ondan gedir ki, kurikulum sistemində cəzalandırmaq, cəza vermək, yəni prioritet deyil. Cəzadan söhbət gedir, pozitiv mühitdən danışırıq. Yəni cəza vermək üçün deyil hərəkətlər. O mənada cəza olan bəndləri götürürük, yəni səhv kimi götürürük. Biz onu uyğun bənd kimi saymırıq. Avtomatik qalır belə suallarda B bəndi. Çox sağ olun müəllim. Bitdi mənim suallarım. Aha, təşəkkür edirəm. Deməli, müəllimlər fikir verdinizsə, biz nəhayət qarşımıza qoyduğumuz böyük bir layihənin testlərini demək olar ki, yekunlaşdırdıq. Son bölməyə qədər gəldik ardıcıl şəkildə. Bundan sonraki hissələrdə isə biz xüsusilə təkrar testlər işləyəcəyik ayrı-ayrı bölmələrdən ki, qoy çətinliyimiz olmasın və imtahana qədərki dövrdə daha da yaxşı hazırlaşa bilərik. Mən bugünkü izahları da deməli yerləşdirəcəyəm ki, yəni bizdən sonra da kimlərsə bu testi eləyərsə, eyni testlərdə yanlışlıqlara yol verərsə, onlar üçün də bir işıq yolu olsun, həm sizin üçün, həm də tamaşaçılar üçün ki, onlar da baxa bilsinlər. Rəqsan müəllimə və Aynur müəllimə, yəni bu suallarla bağlı kimin nə çətinliyi var, kimə nə aydın olmuyor, o barədə də məlumat verə bilərsiniz ki, mən sizə lazım olsa təkrar izahlar verin. Əgər hər hansı bir sualınız olmazsa, biz bu hissəni burada yekunlaşdıracağıq və 10 dəqiqə fasilədən sonra növbəti hissəyə başlayacaq. Növbəti hissədə isə çox mükəmməl bir mövzumuz olacaq. O mövzu bizə həm müsahibədə, həm imtahanda əsl yol göstərən bir istiqamət olacaq. Hansı ki, biz əksər testləri eləyəndə məhz həmin mövzunu bilsək, daha məntiqli qərarlar verə bilərik. Belə, hansısa sualınız yoxsa biz fasilə veririk 10 dəqiqə, ondan sonra qayıdarıq və dərsimizə davam edərik. Oldu müəllim. Çox sağ olun.